İbrahim müəllim, bizim qonşumuz ev tikib, amma dizaynı ustanın özü verib. Axırda da bərbad bir şey çıxıb ortaya. Mən də indi qorxuram nəsə eləməyə. Hardan başlamalıyam? Bu məsələ əvvəlləri idi. Artıq hökumətin də apardığı islahatlar nəticəsində icra hakimiyyətləri istənilən halda torpağın sənəti olduğu halda da tikinti təyinatlı, çıxarışlı, mülkiyyət sənəti olanda tikintiyə başlamaq üçün indi artıq layihə ilə başlamaq lazımdır. Əvvəlki kimi usta dizayn verirdi, ya dost, tanış, qohum. Artıq belə şeylər yaramır. Çünki istər-istəməz siz hansısa eskiz layihə işi ilə məşğul olan hər hansı bir məhdud məsuliyyətli cəmiyyətə müraciət etməlisiniz. Həmin memarın çəkdiyi layihə icra hakimiyyətinə göndərilməlidir və o təsdiq olunandan sonra tikintiyə başlanılmalıdır. Amma məsləhət də görərdik ki, yəni memarın istər eksteryerdə, istər interyerdə cizimlərini nə dostun, nə tanışın, nə ustanın məsləhətindən dəyişdirməyəsiniz. Çünki memar həmin layihəni ərsəyə gətirəndə müəyyən təhlükəsizlik, sonra istər yaşam üçün yararlı yerləri müəyyən qədər normal bölür. Ona görə də məsləhətdir ki, sahənin mütəxəssisi memar layihəni nə cür ərsəyə gətiribsə, o cürdə ev tikilsin. Qaraqoyunlu inşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.